Salamlar hər kəsə. Bu mənim kanalımda ilk videomdur. Hal-hazırda tibb tələbəsiyəm, adım Leyladır və gələcəkdə psixoterapiya üzrə təhsilimi davam etdirib bu sahədə fəaliyyət göstərmək istəyirəm. Düzünü desəm, kanal açmaq fikri, video paylaşmaq fikri çoxdandan beynimdə var. Sadəcə biraz ehtiyat edirdim. Çünki nə qədər də olmasa yeni bir şeydir və hər yeni bir şey insanda müəyyən bir qorxu yaradır. Amma qəlbimdən çox böyük bir istək var idi deyə nə qədər eləsəm də, yəni bundan qaça bilmədim. Hər insan kimi mən də qorxuram başlamaq bir şeyə, amma düşündüm ki, addım atmadan bunun mənim üçün xeyirli olub-olmamasına qərar verə bilmərəm. Əslində artıq uzun illərdir ki, mən psixologiya sahəsi ilə maraqlanıram, müəyyən seminarlara qatılıram, kitablar oxuyuram, lazım gəldikcə seanslar alıram və həyatın müəyyən etaplarında müəyyən bir şeylər keçdikcə özümə başa düşdüyüm, həqiqətən anladığım bir şeyləri yəni götürürəm, özümə dərk edirəm və bir yerdən sonra anladım ki, mənə bu sahədə daha yaxın olan insanlarla ünsiyyətdə olmaq istəyərəm. Düz ətrafımda bir-iki nəfər var, amma mən sanki daha çox kütləyə açılmaq istəyirəm, fikirlərimi bölüşmək istəyirəm və mənlə rezonans edən insanlarla ünsiyyətdə olmaq istəyirəm. Ona görə belə bir şey etmək istədim. Bugün danışmaq istəyirəm arzular barəsində. Niyə müəyyən arzularımız həyata keçir, bəziləri həyata keçmir? Ümumiyyətlə, əsl arzularımızı necə eqonun və ətraf insanların bizə aşılamağa çalışdığı şeylərdən ayıra bilərik. Demək, insanın müəyyən bir həyat məqsədləri olur və bu məqsədlər insanda əsasən necə deyim, qəlbindən gəlir. Əsasən belə olur, amma arada elə olur ki, insana ətraf mühitdən müəyyən bir təzyiq olur və insan ona təbii ki, tək olduğu üçün qarşı çıxa bilmir. Ondan sonra həyat getdikcə ona daha da çətin olur və artıq həyat monotonlaşır. Ona görə də biz müəyyən bir şey istəyəndə biz onu ayırmalıyıq. Bizim həqiqətən ürəyimizdənmi bu keçir, yoxsa ətraf mühit bizi buna məcbur eləyir ki, sən bunu eləməlisən. Bu etapda da mən başa düşdüm ki, insanın qəlbindən gələn şeylər həmişə doğru olur. Niyə? Çünki deyirlər ki, yaradan sənə bir şey vermək istəyirsə, onu ilk öndən sən qəlbinə salır. Demək, bir şey sən ürəkdən istəyirsənsə, o sənə onu vermək istəyir deyə o sənin qəlbinə düşür. Yəni bunu sadəcə oradan-buradan oxumuşam deyə yox, həqiqətən həyatımda bir neçə dəfə şahid olmuşam deyə deyirəm. Məsələn, elə bir şey olub ki, ona böyük miqdarda pul lazım olub, elə bir təlim olubdu. Mən təbii ki də tələbəyəm, o qədər pulu hardan alaram deyə düşünürdüm, amma o qədər istəyirdim ki, və Allah onu mənə yetirdi. Yəni qəlbimizi təmiz tutmalıyıq. Quranda da deyilir, mən özüm Quran dərindən öyrənmiş bir insan deyiləm, Allaha inanıram, amma Quranla dərin əlaqəm yoxdur. Sadəcə müəyyən yerlərdən oxuduğum, bildiyim bir şeylərə görə ümumiyyətlə insan qəlbini təmiz tutmalıdır. İnsanın daxili səsi çox zəifdir. Onu eşitmək üçün insan necə deyim, o ətrafdan düşüncələrini, ətrafa yaydığı enerjini öz daxilinə yönəltməlidir və oradan sakit bir səs gəlirsən, o səsə davamlı tabe olduqca, yəni demirəm ki, insanın elə istəkləri var ki, o düzgün deyil. Yəni onu beynindən filtr eləmək lazımdır. Amma görsən ki, sən o istəyin heç kimə zərər vermir, heç bir pis əməl törətmirsən, o zaman sən onun arxasında gedirsən. Məsələn, video çəkmək, mən bunu ürəkdən çox istəyirdim, amma çox qorxurdum. Və düşündüm ki, mənim qəlbimdən keçirsə, heç kimə ziyan toxunmursa, yəni heç kimi mən məcbur eləmirəm ki, sadəcə öz fikirlərimə bölüşüm. Onun üçün dedim, bunu eləyim. Amma fikir vermişəm ki, mən nə vaxt sadəcə bunu eləyim, daha məni sevərlər, ya daha mənə hörmət eləyərlər beyninlə nəyəsə eləmişəmsə, onun axırı o qədər də yaxşı olmayıbdı. Və olsa belə mən özümü, yəni
necə deyim, insan qəlbində bir sevincisi olur. Bax o məndə olmurdu. Ona görə də həyatda zaten bizim yaş keçdikcə məsuliyyətimiz artır. Ən azından işdə xoşumuza gələn bir şeylə məşğul olmaq bizim həyatımızı daha da asanlaşdırar deyə düşünürəm. Əgər ki, sizin elə bir imkanınız yoxdursa, işinizi buraxmağa, tərk eləməyə, onda sadəcə mənim bir sevimli müəllimim var. O deyirdi ki, arxa bağça, yəni sən arxa bağçada öz istəyindən məşğul olsan, sən özünə bir alan yaratsan və orada səni xoşbəxt edən bir şeylə məşğul olsan və o səni qidalandırır, mənəvi olaraq qidalandırır və sən həyata tutunmaq bacarırsan. Mən də qidalandıran psixologiya sahəsidir. Bu sahə ilə bağlı mənlə rezonans edən hər şeyi mən çox sevərək öyrənirəm. Nə qədər çalışıram müəyyən seminarlara qatılım. Yəni məcbur deyil ki, hər şey atıb müəyyən ürəyindən gələn bir işlə məşğul olasın. Sadəcə o arxa fonda onu həyata keçirə bilərsiniz ki, o sizə enerji versin, sizi xoşbəxt eləsin. Və dediyim kimi egodan fərqləndirmək lazımdır. Ego insanların bizə yönəltdiyi bir şeylərdir, amma biz bəlkə onu istəmirik. Ona görə də insanın əslində yaradanla kontaktının güclü olması üçün ona güvənmək lazımdır. Onu da güvənmək nədən keçir? Sənin qəlbindən bir şey gəlirsə, sən onu, əgər düzdürsə, onu həyata keçir. Yəni demək Allah sənin vasitənlə kiməsə kömək olmağa çalışır. Bəlkə mənim də indi çəkdiyim bu video kiməsə kömək olar necəsə. Ona görə düşündüm ki, yəni onu hərəkətə keçirmək lazımdır. Hərəkətini də indi danışacağım. Həyatımın bir dönəmində mən düzünü desəm çox böyük stressdə olduğum, panik atak keçirdiyim dönəmim olub və bir müddət sonra mən artıq insan bir nöqtəsi olur, bezir, yorulur, artıq istəmir eyni davam eləmək. Məndə də o qırılma nöqtəsi yaşandı və mən qərar verdim ki, artıq belə davam eləmək istəmirəm. Ondan sonra düşündüm ki, minimum bir şeylər eləyib mən ayağa qalxmalıyam. Yəni mən o vəziyyətdə idim ki, adi bir dərs oxumaq belə böyük stres çəkirdim, oxuya bilmirdim. Çünki mən özümə çox böyük gözləntilər qoydum ki, mən mütləq yaxşı eləməliyəm bu işi, mütləq 5 almalıyam falan. Düşünürəm ki, abituriyentlər mən başa düşür, universitetə daxil olanda da belə idi. Özümə çox böyük gözləntilər qoymuşdum. Əslində bu qəlbimdən gələn deyildi, o deyildi yəni. Ona görə də və bir yerdən sonra mən manifestasiya qanunumu deyim, yəni manifestasiya texnikalarını görməyə başladım və deyim ki, mən davamlı meditasiya edirəm falan, elə olmur. Sadəcə başa düşürəm ki, bu mənim qəlbimdən gəlir. Mən hansı yol tapsam onu eləməyə çalışıram. İndi çox yayılıbdır ki, otur manifestasiya ilə, afirmasiya oxu, həyatından hər şey gələcək. Elə bir şey yoxdur. Sadəcə bunun tipdə də təsdiqi var ki, insan beynini bir nöqtəyə yönəldir və beyin onu həyata keçirmək üçün yollar axtarır və bunu tapır. Manifestasiya da bunun kimi bir şey. Sən sadəcə yazaraq ya necə deyim, məsələn, düşünürsən, düşüncə gücü ilə gözün qabağına gətirərək sən onu sadəcə beyninə real olaraq ola biləcəyini deyirsən. Və onu deyim ki, əgər bir şey sizə gəlirsə, sən bunu eləsən, bunu eləməlisən. Sən oturub gözləsən ki, ay biraz da meditasiya, manifestasiya, o olmur. İnsanı özündən başqa heç kim bu həyatda qurtarmır. Mən özüm o yollardan keçmişəm və başa düşürəm ki, insan ən dibdə olanda başa düşür ki, ondan savayı heç kim gəlib onun əvəzinə bir şey eləməyəcək və artıq sən başlayırsan, minimumda olsa, artıq bədəninə yazığın gəlir ki, mən bu qədər stres çəkmək istəmirəm. Ən azından nəsə eləyim. Manifestasiya da onun kimi bir şeydir və mən onu elədikcə gördüm ki, aynı qəşəngdir. Yəni mən beynimdə onu vizualizasiya edirdim və həqiqətən həyatımda istədiyim şeylər, qəlbdən istədiyim şeylər həmişə olurdu. Burada əsas nöqtə də qəlbimizi təmiz tutmaqdadır. İnsanların arxasından danışmayaq, insanları pisləməyək, qəlbimizi təmiz saxlayaq. Və
bu Quranda da keçir. Ümumiyyətlə yaradana yaxın olmaq üçün insan ilk növbədə qəlbini təmiz saxlamalıdır. Qəlbini təmiz saxlayandan sonra həm insanlar sənə qarşı yaxşı davranır. Çünki sən qəlbin, necə deyim, insanlardan bir gözləntin olmur. Sən özünə güvənsən, yaradan sənin üçün qurduğu yola güvənsin, amma dediyim kimi sən müəyyən o sənə gəlirsə, sən addımlar atmalısan. Ola bilər kimsə səni dəstəkləməsin, ola bilər xoşlamazsın, amma heç kimə xoş gəlmək üçün bu həyatda yaşamırıq. Yəni ən yüksək təbəqəli insanı belə həmişə qınayırlar. Yəni bu həmişə var, həmişə olacaq. Yəni biz onu oturub gözləsək ki, bizi hamı bəyənəndə hərəkət edəcək, elə bir şey olmayacaqdır. Mən özümdə görürəm. Ən böyük, ən yüksək təhsil almış insanları belə qınayırlar. Yəni bizim əlimizdə deyil başqa insanların bizə qarşı reaksiyalarına cavabdeh olmaq. Onların öz cavabdehliyindədir. Bizim cavabdehliyimizdə olmaq bizim öz hərəkətlərimizə, öz qəlbimizə və öz həyatımıza eləyə biləcəyimiz şeylər eləməkdir. Ona görə də əgər bir şey istəyiriksə, bəli, manifestasiya falan çox güclü bir texnikadır, amma bu sadəcə bir instrumentdir. Sən bir şeydən asılı olduqda bir yerdən sonra sən o dibə çəkməyə başlayır. Çünki sən deyirsən ki, bu mənim qurtarıcımdır, amma sən qurtarıcın deyil, o sadəcə bir alətdir, o sənə kömək olur. Sən düşünürsən, vizualizasiya edirsən ki, hər şey yaxşıdır və sən sadəcə bir şey götürürsən və eləyirsən. Amma burada bir fərq olur. Sənin ora ötürdüyün sevgi. Sən oxuyanda bir şey ya da müəyyən bir şey iş görəndə, sən ora müəyyən bir sevgi ötürəndə, o sən həm beyində yaxşı qalır, həm də ki, axışda olsan, sən prosesdən zövq alırsan. Amma əgər sən düşünsən ki, ayda bu nədir, da yəni narazı şəkildə bir şey eləsənsə, o sənə heç vaxt xeyri verməz. Ona görə də axışda olmaq lazımdır. Yəni prosesə güvənmək, yəni həzz almaq lazımdır o prosesdən. Çünki necə deyim, hər saniyə bizim həyatımız artıq geridə qalır. Biz ən azından bu prosesdən zövq ala və Allaha çoxlu təşəkkür eləyək. Onda bizdə həyatda böyük bir, ən azından bizim qəlbimizdə böyük bir yol açılır və biz beynimiz daha aydınlaşır deyə lazım olan bizə yolları görməyə başlayırıq. Və dediyim kimi, manifestasiyada məsələn müəyyən bir şeylər var. Sən öz-özünə vizualizasiya edə bilərsən. Mən bundan istifadə edirdim, gözümü yumurdum, vizualizasiya edirdim və məndə özgüvən yaranırdı. Mən daha maraqlı oxuyurdum onu, amma mənim qaçırdığım bir şey var idi. Əvvəl necə deyim, olmama ehtimalına inanırdım. Yəni olmasa da olmaz, amma mən bu prosesdən zövq alıram. Onda həqiqətən gördüm ki, işə yarayır. Amma bir yerdən sonra mən gördüm ki, dalbadal olmağa başladı deyə. Mən dedim ki, ayda özümü bir məzəl hiss elədim. Elə bir ki, mən istədim da, o uşaq olur, kapris, mən istədim bunu geri götürəyim, belə. Artıq orada həzz azaldı. Sadəcə egomdan düşməyə başladım ki, ay mən getdim bundan da qəşəng nəticə aldım falan, amma artıq o prosesdən oxuyurdum, eləyirdim, amma zövq ala bilmirdim. Ona görə də bir şeyi istəyəndə onun olmama ehtimalı ilə də razılaşmaq lazımdır. Əgər sən kapris bir uşaq kimi nə isə istəyirsənsə, o səndən qaçacaq sadəcə. Sən bir şey istəyəndə onun ola bilməmə ehtimalını da gözə almalısan və ondan sonra hərəkət eləməlisən. Və onda sənin prosesdən aldığın həzz o qədər gözəl olur ki, sən bir şey əldə edəndən sonra sən o əldə elədiyin yox, sən zaten deyirsən ki, mən prosesdən həzz almışdım. O sənə bəs eləyir əslində. Və qurbanlıq roluna düşmək lazımdır. Əgər bir şey alınmırsa, deyirlər ki, məsələn, sən pis manifestasiya edirsən falan. Onu deyim ki, müəyyən bir şeylər var ki, həyatda bizim idarəmizdə deyil. Elə bir şeylər var ki, biz onları idarə edə bilmərik və bununla sadəcə razılaşmalıyıq. Yəni, enerjimizi keçmişdə saxlamalı deyilik, bu niyə alınmadı, o niyə alınmadı, təşəkkür edib bitirməli ya da gələcəyə. Sadəcə anda qalmaqda nəyi tələb eləyir? Düzgün yaşamaq, yəni hər bir biz oyananda bizim müəyyən bir enerjimiz olur. Tutaq ki, 100%-dir. Biz onu gedirik, kimisə arxasından danışmağa istifadə elədik, kiməsə qısqanmağa istifadə elədik, kimisə nə bilim istəməyə istifadə elədik və o enerji getdikcə düşür. Və biz nə vaxt oyanırıq? 15%
şarj qalırıq, onda biz oyanırıq ki, ayda bizim enerjimiz sönüb. Onda bizə çatır ki, və biz yorulmuşuq. Amma biz başa düşmürük ki, biz o enerjini artıq sərf eləmişik və başa düşmürük ki, niyə bizim istəklərimiz həyata keçmir. Çünki sənə verilmiş şeyi boş şeylərə sərf edirsən. İnsan əgər öz həyatı ilə məşğul olsa, yaradanına güvənsə, daim təşəkkür eləsə, təşəkkür eləmək çox vacib bir şeydir. Mən oxumuşdum bir kitabda, ona necə deyirlər, Hawaii deyirlər də deyəsən. Onun bir prinsipi var, bir psixiatr doktor bunu işlədibdi. O 4 cümlədir və bu 4 cümləni daim təkrarlayır. Mən bugün olduğum seminarda da bunun haqqında danışdılar. Yəni çox sevdiyim bir müəllim bu haqda danışdı. Belədir, üstünə deyirəm, tərcüməsini deyirəm. Не очень жаль, прости меня, благодарю тебя, люблю тебя. Təəssüf edirəm, bağışla məni, sevirəm səni. Bir də arada bir şey buraxdım. Mən onu yenə dəqiq gələn dəfə yenə dəqiq üstünə duraram. Əsas bu 4 prinsipdir. Yəni ki, sən daim təşəkkür edirsən və üzr istəyirsən. Kiməsə qarşı yox, özünə qarşı. Təşəkkür edirəm. Yəni yaradana təşəkkür edirsən. Yəni varoluşuna təşəkkür edirsən. Ona görə bu mənim ilk videomdur, düzünü desəm. Maksimal dərəcədə səmimi olmağa çalışdım. Yəni içimdə nə gəlirdisə onu danışmağa çalışdım. Yəni nəsə özümdən çıxardım ya da rəngliyim olmadı həqiqətən. Ümid edirəm ki, bu kiməsə xeyri olar. Yəni bu istək o qədər güclü idi ki, mən bunu bastırdıqca bu mənə təşviş verirdi. Düşündüm ki, niyə də olmasın? Yəni bəlkə kiməsə xeyri dəydim. Belə. Özünüzə yaxşı baxın. İnşallah ümid edirəm mən davam eləyərəm. İstəyim gəldikcə, yəni ağlıma yeni ideyalar gəldikcə, ilk bu gəldi. Əslində adi vaxtda çox gəlir, amma ilk bu gəldi və gəldikcə çalışacağam ki, paylaşım, nəsə çəkim paylaşım. Belə. Sağ olun.